etməyin. Çünki burada şəfaət hədisini zikr edəcək. Burada da çoxlu faydalar var yəni. Və Peyğəmbərlər şəfaət eləməkdən imtina elədilər. Uzun hədisi zikr edir. Bu da mərufdur yəni, amma inşallah ki oxuyaq, bu daha fayda olsun. Birbaşa tərcümə ilə incizə, ərəbcəsini oxuyaq inşallah. Yəni insanlar qiyamət günü bir yerə toplandığı zaman, hamısı sıxıntının içində olduğu zaman, günahkarlar şəfaatçı axtaracaqlar ki, günahlarına şəfaat eləsin, cənnətə girsinlər və gedəcəklər Adəm əleyhissalamın yanına və gələcəklər Adəm yanına deyəcəklər, ey Adəm, sən bəşəriyyətin atasısan, Allah səni əli ilə yaradıb. Nəyə dəlildir? Allah Subhanahu əl sifətin isbatına. Hər peyğəmbərin özünə xas olan şeyləri zikr edilir. Adəmə deyirlər ki, əmul bəşər, sən bəşəriyyətin atasısan, Allah Subhanahu səni əli ilə yaradıb və sənə öz ruhundan üfürüyüb və mələklərə sənə ibadət etməyə əmr edib. Gələk, bizə öz Rəbbin yanında şəfaət elə. Görmürsən bizim halımızı nə haldayıq? Çox çətin haldayıq. Subhanallah. Adəm əleyhissalam buyuracaq ki, bu gün Rəbbim elə qəzəblənib ki, nə bundan əvvəl, nə də bundan sonra belə qəzəblənməyib. Nəfsim, yəni mən isə mənə qadağan olunan ağaca yaxınlaşmışam və sizə şəfaət edə bilmərəm. Şeyx Rəbi qabaqda vurğulayacaq bu mühüm məsələni ki, bu gün hamımıza aiddir. Adəm əleyhissalam bildiyimiz günah hansıdır? Elədiyi əmr və tövbə elədiyi ağaca yaxınlaşmaq. Tövbə eləyib, yoxsa tövbə eləməyib? Əzəmətli tövbə eləyib. Əzəmətli tövbə eləyib. Zaləmnə, anfusənə və illəm taq, biz öz nəfsini zülm elədik, sən bizi bağışlamazsan, biz yana uğrayanlardan olarıq. Tövbəsi qəbul olub. Buna baxmayaraq, qiyamət günü bir günah, tövbə dolu günahdan, hətta alimlər deyilə şeyh getirəcək Kafizəhullah, ondan sonra Adəm əleyhissalam uzun illər yaşayıb, neçə 100 il Allahu aləm. Və bir də o günaha qayıtmayıb. Ona baxmayaraq qiyamət günü günahkarlar deyəcək ki, mən qadağan ondan ağaca yaxınlaşmışam. Sizin üçün gedib üzüm yox Allahdan şəfaət istəyim. Şeyh Hafizəhullah bu ki, həya belədir. Sahibini heç vaxt bırakmır. Ona görə hədislər var ki, əvvəlki peyğəmbərlərdən qalan söz var, utanmışsa, bəli, insanda həya olmasa bütün günahlar eləyəcək. Çünki həya pərdədir. Görsən həyanı, tövbədən sonra, subhanallah, ondan sonra neçə il yaşayıb, günah eləməyib, Allah subhanallah qarşına sonra mən qalqın ağaca yaxlaşmışam. İzhabı ilə Nuh. Adəm əleyhissalam göndərir kimin yanına? Nuh əleyhissalam yanına. Onlar gəlirlər Nuh əleyhissalam yanına, deyirlər ki, ey Nuh, burada böyük faydaları var. Sən Allahın yer üzünə göndərdiyi ilk rəsulsan. Bu hədis açıq hədislərlər ki, ilk rəsul Nuhdur. İlk nəbi isə Adəmdir. Aleyhisselam. Aydındır, sən ilk rəsulsan. Ona da indi onun xüsusi keyfiyyətlərini, özünə xas olan şeylər deyirlər. Allah subhanət hala səni ey Nuh, Quran-ı Kərimdə abdən şəkura. Heç kim adlandırmadığın kimi adlanır. Şükür edən qul. Hər halda şükür edir. 950 il dəvət dilə bəsitdir, subhanallah. 950 il. Və o qədər dəvət Allah sonunda ki, daha kim iman gətirib az bir toplum. Onlardan başqa asla iman gətirməyəcəklər. Ondan sonra artıq qövmü üçün bəla dua edir. Bu da Allah subhanallah izni ilə. İşfə'lənə ilə Rabbik. Ələ tara ilə mə nəhnu fiyyə. Sən görmürsən biz nə haldayıq? Rəbbinə bizə şəfaət ilə. Nuh Aleyhisselam buyur ki, bu gün Rəbbim elə qəzəblənib ki, bundan əvvəl də bundan sonra belə qəzəblənməyib. Mənim bir dənə duam var idi, onu da öz qövmünün əleyhinə bəddua elədim. Allahu Akbar. Subhanallah. Əslində o bədduaya da Allah icazə verir. Allah deyir ki, iman gətirməyəcəklər hamısı. Artıq çıx, həlak gələcək. 950 il dəvət. İllə qalil. Kim iman gətirib az bir qism olar. Geri qalan iman gətirməyəcəklər. Çıx, bəla gəlsin, subhanallah. Dinləmə deyən duam var idi. Onu da eləmişəm. Öz qövmünə bəddua eləmişəm. Nəfsi. Öz nəfsim. Gedin məndən başqası yanına, gedin İbrahimin yanına. Və günahkarlar gəlir İbrahimin yanına deyirlər, ey İbrahim, sən Allahın Nəbiyyullahısan. Xaliluhu min əhlil ard. Yer üzündə onun xəlilisən, dostusan. Bizə şəfaət elə, biz görmürsən nə haldayıq. İbrahim Aleyhisselam buyurur ki, bu gün Rəbbiniz elə qəzəblənib ki, bundan əvvəl, nə də bundan sonra bu cür qəzəblənməyir. Mən artıq 3 dənə yalanla açmışım. 3 dəfə yalanla açmışım. Şeyh başqa peyğəmbərlər zikrilməmişdən əvvəl dediyi məsələyə toxunur. Bunu qısa inşallah oxuyaq, çox faydalıdır. Adəm əleyhissalam üzr istədi, şəfaət edə bilməyəcəkdi.
və öz günahını zikirlədi. Öz tövbə elədiyi günah orada zikirlədi ki, mən qadağan olunan ağaclara yaxınlaşmışam. Bundan sonra deyir ki, əzəmətli tövbə eləyir. La yazalu haya minallah yulahiquhu. Buna baxmayaraq yenə də həya onu buraxmadı. Orada belə həyalı davrandı, subhanallah. Həya belədir. Ona görə ki, həya xeyirdən başqa hiçbir şey getirməz. Nəbi sallallahu aleyhi ve sellem Şeyh Albani'nin səhiyləşdiyi hədisində deyir ki, hər bir ümmətin öz əxlaqı var. Bu ümmətin əxlaqı həyalı olmaqdır. Hər ümmətin özünə xas əxlaqı var. Bu ümmətin əxlaqı isə həyalı olmaqdır. Təbə ilallahi və anəbə və abədə Allahu a'ləm mi'ətə sinin. Şeyh ki, 100 illər sonra ibadət elə tövbədən sonra Adəm aleyhisselam. Liyənə həyətə kənət tavilə. Çünki Adəm aleyhisselam həyatı uzun həyat olub. Və mə'zəlikə lə yəzəlu xəcələn həyyən minallah. Buna baxmayaraq yenə xəcalət çəkib, utanırdı. Yəstəhi ən yəşfə'li ənəhu nəhə an tilkə şəcərə fəəkələ minhə. Qadağan olan ağaca yaxınlaşdığı üçün həyə eləyirdi, üzr istədi. Və həkədə mümin belədir. Mə nəsiyə zəmbəqu. Günahını unutmadı, mümin belə olmalıdır. Onun ki, sələflər deyərdilər ki, xoşbəxtlik nədir? Savabları arxanda günahları önündə görməyindir. Heç bax, mən filan kəsə kömək eləmişəm, məsələ bunlar xəta olunur. Mən filan vaxtda günah eləmişəm, məsələ. Bu səni dində qabağa aparacaq. O isə səni dində arxa intilə götürəcək. Görəm filan şeydən nə qədər savab qazanmışım. Bugün bu əməl edim, hədisində cənnət gəlir elə. Mən cənnəti qazanmışam da o gün. Sabahlar. Əsla. Əsas görsən günahını unutmadı. Hani bu günləri ümmət o hala gəlib çıxıb ki, əksəriyyət nə haldadır? Savabını unutmur. Bir maat kiməcə havasına veribdir, yadından çıxmır onu. Çünki 20-30 idi, 29 qalıb. Fikir qalıb ki, bir maat. Onu fikirləşir, subhanallah. Hansı ki, gün ərzində günahlar, Allahu Akbar. Sonra şeyh buyurur ki, yani çok bu əzəmətli faydadır yani bu hadisten çıxan. Hafizahullah. Nuh aleyhisselam 950 tövhide çağırdı gece ve gündüz. Ancak tövhid. Şeyh Rabbi Hafizahullah'ın bir kitabı var. İnşallah nasip olur okuyarsınız. Dilimize de tercüme olmuştur. Peygamberlerin dəvət yolu. Allah'a dəvətə peygamberlerin mənhəci. Neçə dənə ihvan mənhəcli insanlar o kitabı okuduqdan sonra tövbə edirlər. Orada Seyyid Kutubun üzərində olduğu yolu və s. Yani bunların ancaq hakimiyyət dərdi olmağını və insanları vatilə tərəfində toplayırlar ki, elə yeter ki şuarın bir olsun, onu hamısını iptal edir və darmadağın edir. Və deyir ki, 950 il Nuh aleyhisselam tövhidə çağırdı. Sənin dəvətin peyğəmbərlərin dəvətindən əzəmətlidir. Sən bu deyirsən, başqa şeyə çağıraq. Elə lazım olsaydı 900 Allah subhanahu deyir, bırak tövhidi, başka şeye çağırır, yeter ki cemaat çoğalsın, etrafında cemlemesin, əsla. Allah subhanahu Nuh suresinde de buyurur. Allah subhanahu buyurur ki Nuh suresinde, yani Nuh öz qövmünü dəvət elədi, leylan və nəhara, sirran və cihara, gizlin, aşkar, gece, gündüz. وَمَا يَزْدَادُونَ إِلَّا كُفْرًا وَدَّلَالًا وَعِنَادًا. Onlar ise yalnız neyini artırdılar? Selaletlerini, inatkarlıklarını ve sapılıklarını. Ve Nuh aleyhisselam onlara beddua elədi. Allah subhanahu ta'ala onları helak elədi. Ve buna bakmayarak subhanallah, hak dua eləmesine bakmayarak üzücü değil, ben sizin için şefaat edeyim böyle. Subhanallah. Cealeha uzran. Həya minallah, şeyh buyurur ki, Allah subhanahu ta'ala'dan həya eləmək əmrun azim, çok əzəmətli bir məsələdir. Və hədisi gətirir. Yəni İmam Buxarinin rəvayət edildiyi hədisi gətirir. İnnə mimmə ədrəkən nəs min kələm nüvvətul ulə. Əvvəlki insanların peyğəmbərlikdən qalan bir söz var ki, insanlar arasında. İzə ləm təstəhi fəslə məşitə. Əgər utanmırsansa nə etsən elə. Yəni həya yoxsa insan bütün günahlara varar. Devam ediyoruz yani. Devam ediyoruz. İbrahim Aleyhisselam doğru, hadisin yanıtını inşallah dayanalım. İbrahim Aleyhisselam i'tazara, üzür istedi ve dedi ki, ben 3 tane yalan danışmışım. Vahiyye tevriyye. Qaliha fi zatillah. Bu Allah için edilen tevriye idi. Zahirde yalan kim görünəsin ise yalan olmayan. Müslümanlar da icazəlidir yani bu şekilde tevriye eləsinlər bəzən. Adını mesela bir kardeş diyor ki, Allah'ın Müslümanların hamısını koru veya da Müslümanları bağışlar. Sen de gelip diysen ki, falan kardeş sana dua edirdi.
Mesela arasında biraz narazılıq var kardeşlerin. Buna doğru diyor ha. Bakmayarak ki onun adını sevmiyor. Ne değil? Müslümanlar bu Müslüman da aydındır. Aranı düzeltmekten ötürü. Hatta insana ne etmesinler? Birbirine karşı ədavət sahibi olmasınlar. Onda bir icazə bir tövriyə eləmək. Üçün tövriyə idi. Bunu Allah üçün eləmişdi. Yani özünün nəfsinə görə eləməmişdi. Yani bütləri qırdı. Bu əzəmətli bir əmirdir. Bütləri qırmaqda Peygamber sallallahu aleyhi ve sellem'den İbrahim'le satan yalnız Muhammed sallallahu aleyhi ve sellem'di. İbrahim aleyhisselam'la Peygamber sallallahu aleyhi ve sellem bütləri qırdı. Hatta mən əsnam. Bütləri qırdı ve onu çağırdılar. Bütlər nəsə keçirirlər, bayram kimi şey yerə çıxıyorlar. Deyir ki, inni səqil. Yani mən kefsizəm sizin bu çağırdığınıza qarşı. Ve onlar getdilər, sonra götürdü baltasını ve sağ əlindən vurdu ona ve bütləri qırdı. Ve sonra ise dediler insanlar ki bunu bütlərimize karşı sen eləmişsən ve İbrahim aleyhisselam ne dedi? Kale bel fealehu kebiruhum hâde. Bunu büyükleri eləyib də yer soruşa bilsə özündən soruşub. Şahid ise odur ki ennehu ibar hatini kadibeyn festehi minallah yevmel qiyam. Bu iki dənə yalandan Allah subhanahu ta'ala həyə elədi. Bu iki dənə yalanla görəsində ise tövriyədir. Həyə elədi. Dinləmədi günahkarlar üçün şəfaət eləmədi. İmtina elədi. Əs-salisi üçüncü məsələ ise o zaman ki İraq tarafı Həcərlə anamızla gedirdi ve onu ələ keçirmək istədilər. Uzun qısanı danışmırıq. Orada dedi ki eğer dese yoldaşımdı onu ikisini de öldürəcəklər. Hatta qadın götürəcək özünü öldürəcəklər. O dedi ki bacımdı. Aslında o da Müslüman, bu da Müslüman. Bunlardan başka Müslüman yoktu. Müslümanlar da aralarında bacı kardeştiler. Bu da bir tövbeyen bir yoldu. Subhanallah. Şeyh buyurur ki, tutarım inşallah. Yani bunu yalan saydı özü üçün. Xəcalət çəkdi qiyamət günü. Şimdi deyir qaydım baxıb özümüzə. Kəm yektibul insan fi əyyəm həyatihi. Nə qədər yalan var, özdə salih yalan. Bir var tövri, bir var açıq yalanlar var. Günümüzde, özümüzde. Yensə kull hədəl kədib. Bütün yalanlarını olduqda hiç tövbə eləməyib. Subhanallah. Nə qədər günlər yalan. Elə də var gündə nə qədər danışır. Elə də var nə qədər. Subhanallah. Bir tövriyə görə belə deyildirsə, o həya belədir. Nəuzu billah minəl kədib. Şeyh buyurur ki, yalandan Allah'a sığınırıq. Çünkü o en xəbis sifətlərdəndir. Ve şək yoktur. Şeyh Albani dediği gibi yalan cərhin en büyük səbəblərindən deyirlər. Tabii ki yani bu insanların arasını düzeltmekten ötürü danışılan yalandan ve teoriden qəsd değil. Məqsəd o değil. Bəl huve ruknun min erkanil kufur billah. Əksinə yalan küfrün rükunlarından bir rükündür. Küfrün rükunlarından bir rükün. Çünkü yalan saydılar peygamberleri. Yalanlamaq. Dilde yalan danışmaq yok. Yalanlamaq. Sepajışmayın. Yani dilde yalan danışmaq küfrün rükunlarından değil. Yani dillə yalanlamaq peygamberlerin getirdiğini. Aydındır. Yalan da tabii ki yani özünün de neçə qismi var. Mesela dilde yalan danışmaq, əməldə yalan danışmaq eyni değil. Əməldə yalan danışmaq daha betərdir. Mesela deyirsən ki bu maşının əladır, heç bir problemi yoktur və yaxud da bu mal belə, bu daha betər dilde yalan danışmaqdan. Çünkü bu muamilədə yalan danışmaq və zərəri çox qat-qat olacaq qarşıdakine. Olasın dilde danışan çok da zərər olmasın qarşıdakine. Ama muamilədə danışan yalanı çok zərər olacaq. Minəcək, gidəcək, yok harap çıxacaq. Düşəcək yollarda qalacaq vesaire. Şeyh buyurur ki İbrahim Aleyhisselam yalan danışmadı. Bu Allah üçün ilə bir tövriyeydi və qiyamət üçün şəfaət eləməkdən buna görə də imtina elədi. İbrahim Aleyhisselam buyurur ki İzhabu ilə qayri, məndən qeyrisinin yanına gedin. İzhabu ilə Musa Aleyhisselamın yanına gedin. Fəyətuna Musa Aleyhisselam yanına gəlirlər və deyirlər ki ey Musa, sen Allah'ın Resulusan, Allah subhanahu ta'ala seni öz risaleti ve kelamı ile seçip, yani danışmağıyla seçip, perdesiz, vasitesiz. İşfe'lena ila rabbik, ala tara ila ma nahnu fihi. Bize göre Rabbinin yanında bizden ötürü şefaatçiliğiyle görmüşsen biz ne haldayıq. Musa Aleyhisselam da belki peygamberler kimi dedi ki Rabbimiz bugün elə qəzəblənib ki bundan əvvəlinə də bundan sonra bu cür qəzəblənməyib. Mən öldürülməsi əmr olunmayan bir insanı öldürmüşəm. Öldürülməsi əmr olunmayan
bir insanı öldürmüşəm. Peyğəmbərlikdən əvvəl Qibtini, yəni Firon cəmaatından ondan birini öldürmüşdü. Nəfsi, nəfsi, nəfsi. Nəfsim, nəfsim, nəfsim. Məndən başqasının yanına gidin, İsa'nın yanına gidin. Və günahkarlar gəlirlər İsa aleyhisselamın yanına. Deyirlər, İsa, sən Allahın rəsulusan. Allah subhanahu ta'alanın Məryəmə qoyduğu ruhsan, yəni alimlər, bəzilər vurulur ki, sinəsinin üzərindən və s. bu cür üflüyübdür Cəbrail aleyhisselam Məryəm aleyhisselama. Ondan sonra İsa aleyhisselam anadan olur. Və sən Allah subhanahu ta'alanın beşikdə danışdırdığı insansan. Beşikdə danışmısan. Və ilk sözü nə olub dedik? İnni Abdullah. İsa aleyhisselam ilk danışığında deyir ki, İnni Abdullah. Həqiqətən mən Allahın quluyam. Yəni məni ilah üçüncüsü və s. eləməyin, subhanallah. Və bundan kifayət etməkdir. Və cealəni nəbiyyə. Həmçinin məni Peyğəmbər eləyir. Yəni, Peyğəmbərlər barəsində etiqadımız mühümdür. Yəni, Rəsullara iman deyəndə nə qəsd olunur? Ən mühüm yerlərindən biridir Rəsullara iman. Adı bizə bəlli olana, olmayanlara iman getiririk və iman getirir ki, onlar Rəsuldular, quldular. Birinci, quldular, ibadət olunmaz onlara, Rəsuldular, yalanlanmazlar. Bu iki dənə kəlməni yazırsa, quldular, onlara ibadət olunmaz. Rəsuldular, yalanlanmazlar. Yəni, sıradan bizim kimi insanlar deyil, Allah subhanahu onları seçib insanların içindən. İsa aleyhisselam da buyurur ki, Rəbbiniz bugün elə qəzəblənib ki, nə bundan əvvəl, nə də bundan sonra belə qəzəblənməyir. Ravi deyir ki, وَلَمْ يَذْكُرْ ذَنْبًا. Amma günahını zikirləmədi. Yəni, öz üçün günahsan. Peyğəmbərlər hamısı zikirlədilər. 3 dəfə yanında açmışam, qibtirəm. İsa aleyhisselam zikirləmə. Məndən başqasının yanına gidin və Muhammed sallallahu aleyhi ve sellem yanına gidin və onlar gəlirlər, deyirlər, ya Muhammed, ey Muhammed, sən Allahın rəsulusan, peyğəmbərlərini sonuncusan, hərən öz fəzilətin. Ғəfərallahu ləkə mə təqəddəmə min zənbikə və mə təəxər. Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb. Rəbbin yanında bizə şəvahət elə, görmürsən biz nə haldayıq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, mən intərəqə yol tutdum, təhtəl arşın yanına getdim, çatdım və səcdəyə qapandım. Səcdəyə qapandım, Allah subhanahu ta'alanı təriflədim və uzun səcdədən sonra şeyh vurulacaq ki, uzun səcdə olur bu. Allah subhanahu ta'alanı ki, ya Muhammed, ey Muhammed, irfə rə'sək, səl tu'ta və şifət tüşəffə. Başını qaldır, istə veriləcək, şəfayətlə şəfayətin qəbul olacaq. Və mən başımı qaldırdım, deyir ki, ya Rab, ümmətim, ümmətim. Subhanallah, əslində, yəni, bu, onun, Peyğəmbər sallallahu aleyhi ve sellem bu ümmətin nə qədər şəfqətli olduğunu göstərirdi və biz hər an əslində onun sünnətini yerinə yetirməklə, yəni bir növ üzərimizdə sanki borcumuzu yüngülləşdiririk. Nə qədər seydə çatmaz, hətta salavatına belə. Alliyyə İbn Qeym rəhmətullah aleyh nə deyir? Nəfəs alıb verdiyi qədər salavat desəniz, yəni onun haqqını vermiş olmazsınız. Onun həris olmaq lazımdır. Adi vaxtlarda da salavata, xüsusən cümə günü. Cümə gecəsi və cümə günü. Amma adi vaxtlarda da. Çünki salavat çox xeyirlərin qapısını açır. İbn-i Cevzi rəhməlullah deyir ki, Allahın qula xeyir istəməyin ən böyük əlamətlərindəndir onun dilinə salavat azanlaşdırması. Yəni, salavat getirilmişsə, Allah subhanahu sayısıları xeyirdən, həmdülillah. Və elm əhli buyurur ki, insanın öz atasını elədiyi ən faydalı şeylərdən biridir. Salavat. Çünki Nəbi sallallahu aleyhi ve sellem yanına gedib deyilir ki, filan kəs, oğlu filan kəs sənə salavat oxuyur. Sənin atanın adı Nəbi sallallahu aleyhi ve sellem yanında zikr olunur. Atasını elədiyi xeyirdən subhanallah insanın salavat. Ümmətim deyir, ya Muhammed, ümmətindən, cənnətin sağ tərəfindən, qapılarından heç bir hesaba çəkilməyəcək insanlar daxillə. O kimsələr ki, onlara hesab yoxdur. Əslində, yəni hesab məsələsi qısa vuruluyaq. Ayşə anamızdan gələn hədisdə Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, kimin hesab çəkiləcəyi olarsa, yəni nuqiş edib, niqaş, niyə eləmişsən, belə eləmişəm və s. artıq o əzab görəcək. Mən nuqiş əhli öddib. Əzab görməyənlər hansılar? Birbaşa cənnətə gələnlər, bir hesabı hisəbən yəsirə.
Sadəcə ərzdir ona. Ərz olunacaq, belə bir eləmişdim, mən də səni bağışladım, getdi cənnətə. Yəni, birinci Allah Subhanahu istəyir ki, Allah Subhanahu birinci o 70 bindən kimsələr dinləsin. O kimsələr ki, neynəməzlər? Neynəməzlər? Birinci. Ha? Ruhiyyə istəməzlər. Odla müalicə olunmazlar. Əlamətləri inanmazlar və Rəblərinə təvəkkül edirlər. 4 dənə xislət, əslində hamısı təvəkkülə qayıdır. İstər damğana müalicə olsun, məsələsi olsun, istər ruhiyyəni tələb eləmək məsələsi olsun. Amma biri gəlib səni oxuyursa, problem yoxdur, o sən tələb eləmiş, sayılmışsan. Biri gəldi ki, oxuyuram sən, oxusun, problem yox. Şeyx Hafizullah buyurur ki, yəni sonra şeyx qeyd edir ki, yəni hədisinin arxında gəlir ki, yəni qeyri qapılarda isə insanlar sizdən ortaqdılar. Dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, cənnət 120 səbtdən ibarətdir. 80'i bu ümmətdəndir, 40'ı isə digər ümmətlərdən. O da Allah Subhanahu bu ümmət olan fəziletidir. Şeyx buyurur ki, Musa ya'tazir. Musa aleyhisselam düzü istedi. Dedi şəfaatçı eləyənmərəm. Çünki kafir bir Qibtini öldürmüşdü. Ve onu Allah Subhanahu izni olmadan öldürmüşdü. Kim öldürmüşdü? Kafiri. Subhanallah. Ama Allah'ın izni yok idi. Kafir belə doğruca öldürmüldür. Yani o döyüş, o aileler vesaire hamısı cihada etti. Xüsusən də zimmidirsə. Xüsusən də mühtəmildirsə. Onun burada yaşaması təmin olunur falan. Helesini öldürəni simmi və s. Cennetin iyini duymaz diye. Çünkü adam əhd alıbdır burada yaşamaya dair. Hatta Şeyh Salih Fozan Hafizahullah buyurur ki, Musa Aleyhisselam Allah'ın peygamber olmasına bakmayarak, öldürdüğü insanı qəsdi olmadan öldürmesine bakmayarak sadece aralayırdı. İtəliyirdi, sadece Musa Aleyhisselam biraz qüvvəti bildi, biraz şiddətli şeydi, itələdiği için ölü adam. Öldürmək qəsdi olmuş. Ona bakmayarak yine Allah onu ədəbləndirdi ve öz yerindən sürgün edildi, getdi başka yerlere. Bak qəsdi olmadan. Şeyh axırında dedi ki, insanları bilərək öldürən bu havaricdən hal nətər olsun. Omuzu billah. Bak peygamberdi, sonradan peygamberliği verildi. O zaman peygamber değil. Öldürdü, qəsdi yok idi. Öldürmek qəsdi yoktu. Ayrıştırdı sadece. Onu göre Allah edeplendirdi, o yerinden gönderdi başka yere. Biz Müslümanın bir kanun tükenen hal nedir olsun? Allahu azze eşed. Daha beterdir. Sonra İsa Aleyhisselam'a gönderdiğimiz insanları İsa Aleyhisselam da havaliledi. Muhammed sallallahu aleyhi ve sellem ve Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki enelehe. Yani ben bunun içine. Yine de şəfaət nə vaxt olacaq? Hələ gedəcək, səcdə eləyəcək və s. Yine şəfaət istəmirlər. Bizi şeyx inşallah gətirəcək. Fəyətə və yəxurru səcidən təhətəl arş. Fəyəd'u və yəd'u və yəd'u duan təvilən. Getdi, ərşin altında səcdələdi. Uzun səcdələdi. Sonra istəsin fi şəfəə. Sonra icazə istədi. Şəfəə fəyuthənləh və ona icazə verildi. Onu ki Allah subhanahu ta'ala. Çünkü bu meseleler neyin içine geçmişti? Ayet-i Kürsü'nün tefsiri içine geçmişti. Onu ki Allah subhanahu ta'ala ki men dellezi yeşfa indahu illa biizni. Onun izni olmadan kim o yanlış şefaatçi edebilir ki? Men illezi yesteti en yeşfa indallahil azimul celil. La yesteti ahaden illa biizni. Allah subhanahu ta'ala izni olmadan hiç kim onun yanında şefaat edebilmez. Allah subhanahu ta'ala Zümer suresi 44. ayette buyurur ki Kul lillahi şefaatu cemi'a. De şefaat bütünlükle Allah'a mahsustur. Bu ayet delildir ki hiçbir məxluqdan şəfaət istənilməz. Yox, sual ola bilər ki, Allah'tan istənilən, Allah'tan şəfaət istənilməz. Şəfaət nə deməkdir? Cüd. Allah isə əl-vitr təkdir. Şəfaət dedik, gətirirsən bir nəfəri digərin yanına ona faydalı olmaqdan ötürü. İstər dünyəvi, istər dini məsələdə. Məsələn, birine getirsə falan kes, mənə tap ki, işə götürsünlər, şəfaət deyilir buna. Amma məxluqun şəfaətində başqadır, onda o izin, razılıq şərt deyil. Çünki adam olursa xoşlamadığı adam belə işə götürsün. Yəni, gəlib deyil adam deyib ki, məcburdur götürsün. Amma Allah da deyil, mütləq ki, nə şərt lazımdır. İzni olmalıdır və razı olmalıdır. Məxluqda isə deyil, razı olmaya bilər yəni. Sadəcə özündən yüksəkdəki deyib deyə, yəni onun için təmin edə bilər. Ona göre de Şeyh Hafizullah buyurur ki bu ayette dallat ediyor ki la yecuz en tatlubu minel envat ve la gaibin yani şefaati Allah ölenlerden ve gayb olan kimselerden istenmez hatta sağ olan kimseden de. Sağ olan kimseden sadece ne edebilirsen? Vesile olarak dua talep edebilirsen. Şey deyirsən ki kimse salih kimse deyirsən məcbur dua elə. Buna deyirlər vesilenin 3 növündən, icazələr 3 növündən biridir.
Eğer meyitten ama ölenden ise şefaat talep edersen Allah'ın halis hakkını başkasına istemiş sayılırsan. Allah subhanahu teala buyurur ki kullillahi şefaatü cemiyen. De ki şefaat bütünüyle Allah'a mahsus. Er-Ravafid vel Kuburiyun yetlubune şefaat minel enval. Rafizler ve qəbri ibadet edenler ölülerden şefaat istiyorlar. Eksin onları kurban kestiler hatta onlardan yardım istiyorlar. Ve li'ategidune fihim ennehum ya'lemunel gayb. Hatta bazıları itikad edirlər ki onlar imamlar vesaire gaybi bilirler. Ve tasarrufuna fil kavn ve kainatı idare edirlər. Adaf ile şirk ve uluhiyye ve şirk ve rububiyye. Uluhiyet şirkinin üzerine rububiyet şirkini de alave edirlər. Subhanallah. Yani uluhiyete şerik koşmakta kifayetlenmeyirlər. Çağırıblar, kömək istəyiblər, kurban kestiler vesaire. Bunlar hamısı uluhiyette şirkli. Hatta rububiyette deyirlər. Onlar kainatı idaresinden haberleri var. Yani bizim imamların vesaire. Ve tecavüze zâlike ila şirki fi rububiyye. Hatta gidip satıblar rububiyette şirke.